Salam, mən Gülşən Qəribova. Sıfırdan riyaziyyat. İlk mövzumuz bucaqlar. Müstəvidə bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Həmin nöqtəyə bucağın təpə nöqtəsi, şüalara isə tərəfləri deyilir. Bucaqlar dərəcə və ya radianla ölçülür. Bir tam bucağın dərəcə ölçüsü 360 dərəcə və ya 2 pi radian qəbul edilir. Tam bucağın 360 dərəcə qəbul edilməsi bir ildəki günlərin sayı ilə əlaqəlidir. 1 dərəcə tam bucağın 360'da 1 hissəsidir. Radian. Radian çevrənin radiusa bərabər qövsünə söykənən mərkəzi bucağın dərəcə ölçüsü qəbul edilir. 1 pi radian 180 dərəcə, 2 pi radian 360 dərəcəyə bərabərdir. Bucaqların dərəcə ölçüsü 0-90 dərəcə intervalında olan bucaqlar iti, 90 dərəcə olan bucaqlar düz, 90-180 intervalında olan bucaqlar kör, 180 dərəcə olan bucaqlar açıq, 360 dərəcəyə bərabər olan bucaqlar isə tam bucaq adlanır. Tamamlayıcı, qonşu və qarşılıqlı bucaqlar. İti bucağı 90 dərəcəyə qədər tamamlayan bucağa tamamlayıcı bucaq deyilir. Bir tərəfləri ortaq, digər tərəfləri bir düz xətt üzərində olan bucaqlara qonşu bucaqlar deyilir və qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Birinin tərəfləri digər bucağın tərəflərinin uzantısı üzərində olan bucaqlara qarşılıqlı bucaqlar deyilir. Qarşılıqlı bucaqlar bərabərdir. Qonşu və qarşılıqlı bucaqların tənbölənləri. Qonşu bucaqların tənbölənləri arasındakı bucaq 90 dərəcəyə, qarşılıqlı bucaqlarda isə 180 dərəcəyə bərabərdir. Tərəfləri paralel olan bucaqlar. Tərəfləri paralel olan bucaqlar ikisi də iti və ya kör olarsa, bu bucaqlar bərabərdir. Əgər bucaqlardan biri iti, digəri kör bucaq olarsa, onların cəmi 180 dərəcə olar. Tərəfləri perpendikulyar olan bucaqlar. Tərəfləri perpendikulyar olan bucaqlar ikisi də iti və ya kör olarsa, bu bucaqlar bərabərdir. Əgər bucaqlardan biri iti, digəri kör olarsa, onların cəmi 180 dərəcəyə bərabər olar. İki paralel xəttin üçüncü xətlə kəsişməsi. İki paralel xəttin üçüncü xətlə kəsişməsindən aşağıdakı bucaqlar yaranır. Daxili çarpaz bucaqlar, xarici çarpaz bucaqlar, daxili bir tərəfli bucaqlar, xarici bir tərəfli bucaqlar və uyğun bucaqlar. Bu kəsişmədə cəmi iki ölçüdə bucaq yaranır. Bütün iti bucaqlar bir-birinə və bütün kör bucaqlar bir-birinə bərabərdir. İki paralel xəttin üçüncü xətlə kəsişməsindən daxili çarpaz bucaqlar, xarici çarpaz bucaqlar, daxili bir tərəfli bucaqlar, xarici bir tərəfli bucaqlar və uyğun bucaqlar yaranır. Bugünkü izahımız bu qədər. Növbəti izahlarda görüşərik.